UEFA Çempionlar Liqasındakı çıxışı ilə Avropa futbol ictimaiyyətində böyük maraq doğuran Elvin Cəfərquliyevin karyerasında çox ciddi və tarixi dönüş yaşana bilər. Qarabağ klubunun formasını geyinən 24 yaşlı sol cinah müdafiəçisi Almanya Bundesliqasının aparıcı və iddialı klublarından olan Bayer Leverkusenin transfer siyahısına daxil edilib. Məlumata görə, Leverkusen klubunun skaut heyəti Elvin Cəfərquliyevin son mövsümdə həm Çempionlar Liqasında, həm də daxili yarışlardakı stabil və inamlı çıxışını yaxından izləyib. Xüsusilə Almaniya təmsilçisi ilə keçirilən qarşılaşmada Elvinin göstərdiyi sürətli, aqressiv və taktiki baxımdan yetkin oyun klub rəhbərliyinin diqqətindən yayınmayıb. Bildirilir ki, Bayer Leverkusen yay transfer pəncərəsində heyətdə gözlənilən dəyişikliklər fonunda Elvin Cəfərquliyevi əsas hədəflərdən biri kimi görür. Klub Elvini yayda Barselonaya satılması gözlənilən əsas sol cinah müdafiəçisi Alejandro Grimaldonun potensial əvəzləyicisi hesab edir. Kataloniya klubunun idman direktoru Deko'nun Grimaldonu geri qaytarmaq istəyi Leverkusenin transfer planlarını sürətləndirib. Almaniya mətbuatına yaxın mənbələrin verdiyi məlumata əsasən, Leverkusen Grimaldonun mümkün gedişindən sonra yaranacaq boşluğu məhz Çempionlar Liqasında özünü sübut etmiş Elvin Cəfərquliyevlə doldurmağı planlaşdırır. Bu məqsədlə klub rəhbərliyi 10-15 milyon avro civarında büdcə ayırmağa hazırdır. Hazırda Qarabağla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan Elvinin bazar dəyəri transfer portallarında 1,5 milyon avro göstərilsə də, Çempionlar Liqasındakı performansı onun real qiymətini dəfələrlə artırıb. Transferin bu məbləğə reallaşması halında Elvin Cəfərquliyev Azərbaycan futbol tarixinin ən bahalı legionerlərindən biri ola bilər. Qeyd edək ki, bu transfer yalnız futbolçunun şəxsi karyerası üçün deyil, eyni zamanda Qarabağ klubu və ümumilikdə Azərbaycan futbolu üçün də böyük prestij və beynəlxalq tanıtım deməkdir. Sizcə, Elvin Cəfərquliyev Bundesliqada Bayer Leverkusen səviyyəsində əsas heyət oyunçusuna çevrilə biləcəkmi? Azərbaycan və dünya futbolundan ən son transfer xəbərləri, eksklüziv məlumatlar və operativ yeniliklər üçün səhifəmizə abunə olun.